Kələm dolmasını bir də bu üsulla, bu sousla sınayın. İnanın, bəyənməyən qalmayacaq. Əvvəlcə içliyi hazır edirəm. Ətin üzərinə 1 ədəd keşniş və şüyüdü xırda-xırda doğrayıb əlavə edirəm. Üzərinə 1 qədər duz, istiot, sarı kök, 1 qədər yağ, su, quru nanə və kəkliyotu əlavə edib yaxşı-yaxşı qarışdırıram və kələmləri qaynayan duzlu suya əlavə edib bir qədər pörtlədirəm. Orta hissəsində olan bərk hissəsini çıxartdıqdan sonra içini yığmağa başlayıram. Mən kələm dolmasının bir tərəfini açıq, bir tərəfini bağlı bükürəm. Dolmaları büküb qutarıb qazana yığdıqdan sonra sousu hazırlamağa keçirəm. Qaba 1 xörək qaşığı tomat pastası, 1 xörək qaşığı sirkə, 1 xörək qaşığı şəkər tozu, 1 stəkan su, yarım xörək qaşığı sarı kök, ədviyyatlardan zövqə görə kim nə istəsə əlavə edə bilər. Duru yağ əlavə edib yaxşı-yaxşı qarışdırıram. Və hazırladığım sousu dolmanın üzərinə əlavə edib, üzərinə 1 ədəd qab qoyub, əvvəlcə gür odda, sonra vam odda bişməyə göndərirəm. Çox ləzzətli alınır. Mütləq siz də hazırlayın. Mənə abunə olmağı unutmayın.